İnsan son dərəcə bu fitnələrin də xüsusən çoxaldığı bir dönəmdə kimə gəlmək asmamalıdır. Ola bilsin ki, danışan kəs bəlağətli olsun, gözəl danışsın, təsirli danışsın, iman mövzularından, axirətlə, cənnətlə, cəhənnəmlə bağlı olan mövzulardan danışsın. Lakin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurduğu kimi "İnnəməl bəyan nəsihra", həqiqətən gözəl söz, bəlağətli danışıq sehirdir və insan bununla sehirlənər, özü də fərqinə varmadan. Lakin müəyyən müddətdən baxacaq ki, artıq özü də istəmədən qəlbində şübhələr yaranmışdır, yaxud tamamilə o insan sağlam etiqaddan, doğru mənhəcdən sapıb başqa yola düşmüşdür. Səbəb nədir? Kimə gəldi dinləməsi, fərqinə varmadan ona qulaq verməsidir. Və bu 1, 2, 3 müəyyən müddətdən sonra artıq onun qəlbinə şübhələr düşür və yoluna azır. Və nə çox belələrini görmüşdük. Necə ki, İbn Sirin rahmehullah deyir ki, bu din, bu elm sizin dininizdir. Baxın görün bu dininizi, elminizi kimdən götürürsünüz? Və mütləq şəkildə hər bir kəs elmi doğru mənbəsindən, doğru kəslərdən, salamat əqidəli mənhəcdə olan insanlardan götürməlidir ki, azmasın və gözəl danışığa, bəlağətə də heç vaxt aldanmasın. Və onların danışığı sanki balın içərisində olan zəhər kimidir. Və o sənə olsun ki, o balı versin, lakin o zəhər səni müəyyən müddətdən sonra artıq zəhərləndirəcəkdir. Allah qorusun.